bir məsələni açım da sizə. Biz indiyə qədər bütövlükdə bu regionda ağıllı və balanslaşdırılmış bir siyasət aparmışıq. Bəli. Və Qarabağ müharibəsində qalib gəlməyimizin də kökündə bu ağıllı siyasət dayandı. Bəli. Yəni biz Ukrayna kimi Rusiya ilə münasibətdə davransaydıq, Qarabağda bu uğurları qazana bilməzdik. Bizim başımıza 1001 oyun gətirərdilər. Siz bilirsiniz, bunların hamısı yəni gözümüzün qabağında baş verən proseslərdir. Və hesab edirəm ki, bax o balanslaşdırılmış siyasəti aparmaq, davam etdirmək, Rusiya aqressiv, ölçüsü olmayan, davranışlarında hər hansı bir qaydalar olmayan, hədd olmayan bir ölkədir. Yəni bir sinətlər, mən həmişə deyirəm, bu qaydasız döyüşdə Azərbaycan, onun özünün içində də müəyyən qaydalar var. O qaydalara riayət eləyə bu qaydasız döyüşü aparmaq olur. Amma Rusiyada o qaydalara da riayət olunmur. Yəni qaydasız döyüşün o qaydalar var. Onlara da riayət olunmur. Bir bunlar Ukraynanı nə cür bombalayırlar, nə bilim yaşayış məntəqələrini necə vururlar, ticarət obyektlərini necə vururlar, enerji obyektlərini necə adamları vururlar. Yəni biz necədir? Öz Slavyanıdır da, belə deyək, bir müsəlman ölkəsini vursaydı hardasa müəyyən qədər bir başa düşərdi. Yəni bunlarda heç nə müqəddəs olacaq heç nə yoxdur. Ona görə biz bunu nəzərə almadan, bunu göz önünə almadan hər hansı bir siyasət formalaşdırsaq, bu sevgidən deyil ki, biz oraya gedirik. Amma Azərbaycan neytral qala bilərik. Yəni getməmək bizə nə problem yarada bilər ki, Fikrət bəy? Yəni getmirik. Bizim zaten bəzən Rusiya əleyhinə səs vermələrdə bizim deputatlar bilirsiniz də çıxırlar zaldan, manevr edirlər. BMT-də misal üçün çıxırıq. Yəni bu sonra bizə baş ağrısı gətirmir. Azərbaycan da dediyi kimi, bəzi tamaşaçılarımızın da dediyi kimi, yəni biz oradan üsulca necə deyərlər, çox ehtiyatla iştirak etmədən də yayına bilərik. Yayınmaq ehtimalımız, variantımız varsa yayınaq. Azərbaycan bir yaxşı dedi, bəyəndim o sözümə ki, bizim həddimiz deyil. Bunun qərarını dövlətin başçısı. Təbii, yox, sadəcə biz vətəndaşlar olaraq müzakirə edirik. Biz istəyirik ki, orada Azərbaycan nə əskəri iştirak eləsin, nə bizim bizə Qarabağ yəni Fikrət bəy, cənab prezidentimiz iştirak eləsin istəmirik. Cənab prezident qərar verib iştirak edəcəyi təqdirdə də biz bunu anlayışla qarşılayacağıq. Amma vətəndaş olaraq, yəni xüsusən də əhalinin arasında olan insanlar kimi, elə Fikrət bəy də, mən də biz düşünürük ki, ovqat ona köklənib ki, Azərbaycan xalqının, bilmirəm, böyük əksəriyyəti demirəm, iddia eləməyək də, amma hər halda bizim təmasda olduğumuz insanlar, bunun müxalifətə, iqtidara dəxli yoxdur. Adamlar deyir ki, Rusiyadan mümkün qədər məsafəli olsaq